31 min manat verib, elan saytından büdcəsinə uyğun bəyənib seçdiyi evi aldı, sonra isə dələduzlar tərəfindən aldadıldığını öyrəndi. Hadisə Bakıda yaşayan Laçın sakini Azər Əsədovun başına gəlib. O, rieltor vasitəsilə yiyəsi ilə əlaqə yaradaraq evi alıb. Bir neçə gün sonra öyrənib ki, sən demə satan adam heç evin sahibi deyilmiş. Getdik evə baxdıq, nəysə razılaşdıq, dedilər ki, 15-i saat 11-12 arası görüşək, gedək notariusa. Mən də görüşdük ayın 15-i, dedim ki, gedək asant xidmətə, dedilər ki, yox, biz işimizi həmişə təzə günəşdə 34-cü o notarius var, orada eləyirik işimizi. Mən dedim, alqı-satqı eləyək. Dedilər ki, yox, bu sənətlə həll eləyirik, hər şey öz qaydasında, yəni gedib qupsağını da çıxardasınız. Gəldim, mən də oturdum, 31 min manat pulu saydım, verdim. Bu makleri də yanındaydı həmən momentdə. Bütün sənətlərin hamısını Firqət adında adam eləyibdi. Zərər çəkən həm də iddia edir ki, sözügedən 34 saylı notariat ofisinin əməkdaşı Kəmalə Hüseynzadə də dələduzlarla əlbirdir. Bu ərəfədə mən qonşulardan da bir soruşdum ki, bu ev kimindir, belə bir adamındır. Şəkilini sağın göstərdim, dedilər ki, yox, bu ev bunundur. 3 gündən sonra mənim nömrəmi də açmadılar, telefonu da bağladılar. Qayıtdım mən notariusun yanına ki, xanım, bəs bunlar telefonuma cavab vermir də. Bu nə deməkdir ki, mən sizə dedim axı, burada nəysə bir yalan, ya fırıldaq varsa, mən deyim, mən bilim də. Baxdı üzümə, deyir ki, mən onların yanında heç nə deyə bilmərəm. Sabah gəlib yapışırlar yaxamızda. Qanunsuzluq var, amma mənə deməyibdilər. Məsələ ilə bağlı adı hallanan 34 saylı notariat ofisinin əməkdaşı Kəmalə Hüseynzadə ilə əlaqə saxladıq. O bildirdi ki, icra etdiyi işi qanun çərçivəsində görüb və dələduzları tanımır. Daxili İşlər Nazirliyindən isə bildirildi ki, özünü eviyyəsi kimi təqdim edən Elçin Şirinov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi açılıb. Toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə şəxs həbs olunub. Rieltor Firqət Balayev isə şahid qismində dindirilib. Şəbnəm Qurbansoy, Yusif Kərimli, Xəzər xəbər.